salamlayıram. Bu günləri biz yenidən sizinlə efirdəyik və mən sizə öz qonağımı təqdim edəcəyəm. Hamı əlbəttə ki, məndən soruşur ki, neçə vaxtdır Facebook səhifələrində mesajlar yazırlar ki, Cəmilə xanım, hanı sizin çəkilişləriniz, nə vaxt başlayacaqsınız, nə vaxt davam edəcəksiniz və mən artıq yenə də çəkilişlərə başlayıram. Bugün mən öz çəkilişimizi öz doğma ata evimdə edirəm və sözsüz ki, hər kəs soruşacaq nəyə görə, indi mən sizə onu birazdan açıqlayacağam və hal-hazırda mən öz qonağımı sizə təqdim edirəm. Mənim qonağım, gözəl bəstəkarımız, gözəl musiqilərin ifaçısı, tanınan bəstəkar Arif Səlimovdur. Mən onun xətrini həqiqətən də çox istəyirəm. O nəinki gözəl bəstəkar, gözəl bir insandır. Sadəliyi ilə, gözəl davranışı ilə, mədəni, özünü aparma qabiliyyəti ilə həqiqətən də hər kəsi vali edən, heyran edən, tamaşaçıların diqqətində hər zaman olan bir insandır, bir şəxsiyyətdir, əyləşir Arif. Necə deyərlər, keçən dəfə mən özüm Arifin qonağı olmuşdum. Bu dəfə isə Arif mənim qonağımdır və onun yanında hər zaman olan Kamran Nurməmmədov, onun PR meneceri, zəhmət olmadı Kamran, sən də əyləş. Mən Kamranı artıq bir ildir tanıyıram və onun istedadlı bir gənc olmağına tezliklə həqiqətən də əmin oldum. Baxmayaraq ki, o cavandır, baxmayaraq ki, yaşı azdır. Amma hal-hazırda o elə bir işlər, elə bir insanlarla məşğuldur, elə bir işlər görür ki, heç kəsin xəbəri yoxdur. Yəni, yeni ideyalar axtarışındadır və Arif Səlimovla da hal-hazırda işləyir, işbirliyi qurublar. Nəinki Arif Səlimovla, bir çox tanınmış insanlarla da, Arif Səlimov kimi tanınmış insanlarla gözəl işbirliyi yaradır. Hoş gəlmişsən Arif. Çox sağ olun. Əvvəla hər vaxtınız xeyir olsun deyirəm. Çox sağ olun deyirəm Cəmilə xanım. Ümumiyyətcə, nə deyim valla, çox sevinirəm həqiqətən. Çünki hərdən elə zaman olur ki, mən bu bizi lentə alan Bakı News TV bizim Azərbaycanımızda, Bakımızda yerləşən bir, necə deyək, internet portalıdır. Yəni, doğrudan da çox maraqlı bir insansınız. Ona görə çox sevinirəm, yəni, bugün burada olmağıma və içimdən gəldiyinə görə təbii ki, gəlməyə bilməzdim. Bilirsiniz, Cəmilə xanımla mənim tanışlığım, bunu yəni hamı bilir, Allahın bir qisməti qədərində olan bir şeydir. Çünki mən özüm Şəfiqə xanım Axundovalın, Allah ona rəhmət eləsin, bir tələbəsi olduğum kimi həyatımı da elə yaşamışam həmişə ki, yəni təsadüfləri sevirəm. Dostu da gərək təsadüfdə tapım, insanları da, hər şeyi baş verən nə varsa, onu mənə Allah nəsib eləməlidir. Çünki bəzən elə olur ki, hamımız özümüz istəyirik, görürük yaxşı insanlarda, o mənim bir fikrim vardır, içində şeytan, içində mənə. Yəni, mən insanlarla çox ünsiyyət qura bilmirəm. Hər gün sabahında da, axşamında da dualar edirəm, deyirəm, ya Rəbbim, elə bir insanlarla məni görüşdür ki, onların niyyətləri, onların düşüncələri, onları saf olsun. Yəni, o mənim yanımda 5 gün, 10 gün yaxşı qalıb, sonra bir gün, bir dəqiqə belə mənə pis olacaqsa, ondan gələn o milyonları, sərvətləri, nə varsa, heç birini istəmirəm. Ona görə də yəni bugün burada qoyub bütün məni izləyənlər bilirlər ki, yəni mən biraz saf və sadəliklə də əlavə, bu biraz yekə kimi çıxmasın, amma hər yerə getmirəm yəni. İndi siz bizə qonaq olanda, bizim evdə qonaq olmağımız çox heyif ki, onu biz belə lentə alanlarıq ki, İlhamın arasımızı dəvət edərdik. Amma o bilirsiniz necə oldu, mən istəyirəm bunu izləyənlərə deyim. Deməli, günlərin bir günü tanışdığımızdan danışmışsınız hə? Necə istəyir, nə istəyir? Günlərin bir günü doğrudan da Kamran qardaşımızdır, mənim PR menecerində. Əslində mən heç belə şeylər bilmirəm, amma yenə də o internet şəbəkələri var, sosial şəbəkələr. Çoxsundan başım çıxmır, yalan deyirəm mənə. O mənim üçün bunu yarattı, belə sizinlə biz təqdimata gedəcəyik. Yenə də deyirəm, yəni bu da bir vasitədir, yəni Kamran. Təşəkkür mütləqdir ona, amma bu bir vasitədir. Allah hər birimizi bir-birimizlə görüşdürmək üçün bir vasitədir. Mən də gəldim təqdimata,
oturdum, yəni heç Cəllə xanımı tanımırdım. Baxmayaraq ki, nə qədər mənə şairlər, mən özüm elə olur müraciət edirəm, tanışlıqlar belə. Elə bir dövrdə tanış olduq ki biz, artıq mən insanlardan bezmişdim, biraz pıçılmaz. Artıq inanımız İnanım yox idi, keçmişdim daha da heyvanları sevirəm. Uşaqları çox sevirəm. Uşaqları sevirəm və orada bu kitabı mənə hədiyyə elədilər. Orada yəni tərqimat edirlər. Baxdım kitaba, gördüm belə. İndi birdən mən öz mahnımı oxuyacaqdım da, o mənə. Birdən dedim Kamrana ki, yox Kamran, hansı şeydir o? Deyinə qədər dözə bilərəm. O şeydir, yəni kitabı açdım, məndə var bir açılar, deməli bugün bunu bilirəm. Deməli, belə, yəni onu oradaca yazdım, izləyicilərə demək istəyirəm, onu o da var internetdə. Mən onu qeyd etdim özümdə. Yəni mən gördüm ki, onda Cəmrə xanım özü çox bir yaxşı mənada şok keçirdi. Ona görə ki, o sizin arzularınızdan biriydi, yəni o sizin arzularınız ki, nəfəsin bir şairə kimi arzudur ki, mənim sözümə misal üçün mahnı yazılsın, onu bizim dəyərli sənətçilərimiz olsun, söz başqa bir aləmdir mənim həyatımda. Yəni, biraz çox danışmasını satmayız. Biz təsadüfdən tanış olduq. Mən çox xoşbəxtəm ki, yəni o gün mütləq onu yazmalıydım. Onu yazmasaydım içində o bir haksızlıq, hamısı yığılır da, hər birimizdə olur. İndi adam var ki, ağlayır, adam var ki, hələ bir cür keçirir depresanla, stresanla. Mən başqa cür keçirirəm. Ona görə də sizə təşəkkür edirəm. Hətta o cümlərin içində biraz alan da yaptım. Orada da bizim balaca qızımız var, Cəllə xanımız. Mikrofon tutmuşdu mənim üçün. Hər şeyə baxdım, hər şeyə yəni ki, bir analiz elədim. Günlər keçəndən sonra gördüm ki, doğrudan da bu Allah'ın gələn bir mənə istək idi. Yəni mənə elə bir buyruq idi ki, yəni mütləq bu xanımı yazmalısın. Çünki çox güman ki, sizin arzularınız, bəzi arzularınız əmrlərinizdə qalıb, tam da gerçəkləşmir. Mənim üçün də xoş oldu ki, o böyük Baba Vəziroğlu'nun şeyxin əyləşdiyi bir məkamda, orada milli qəhrəman var idi. Arif Məhərrəm. Arif Məhərrəm olsun. Ondan sonra səfərin özü çıxış edəcəm. Nə bilim, valla xoş oldusa mənim üçün, mən çox sevinirəm. Mənim bütün Azərbaycanın çox böyük sənətkarları olub, amma çox insanlara da yazmışam. Deməli, Arif, ana haqqında dediniz. Deməli, o şeirim mənim bir nə qədər dözə bilərəm. O sevgi şeiriydi. Sevgi şeiriydi. Siz onu ana deyəndə mən sözsüz ki, belə şoka düşdüm. Mənim sevgim amandır. Allah bütün ölənlərdə rəhmət edilsin. Atan rəhmətə gedib, amma yəni mənim həqiqətən mənim hər şeyim, sevgim, hər şeyim anamdır. Allah Buna görə bunu səmimi deyim, çox az aylardır, yəni dərk edirəm bunu. Çünki sevgiləri o qədər götürmüşük ki, bəzən olur da hamımızda, mən sizdə olur ya yox, adam şəxsi sevgilərində, nə bilim, yaşamında, hər şeyində, elə bilirsən ki, ömür boyu yanında qalacaq. Ana başqa varlıqdır. Yəni mən son aylar bu cümləni işlədirəm, çünki mən izləyənlər orada altta yazarlar ki, bu açımdan anlatım çox güzel olur. O qədər var elə baxal adamlar. Amma mən deyirəm, əlbəttə ki, mənim üçün anamdır. Dünyanın sərvəti, dünyanın hər şeyini ona qurban verirəm. Və o cümləni hamıya buradan istəyirəm deyim ki, hamı bunu etsin. Çünki bir damla anadan artıq kimisə sevərsənsə, sevgin belə saf olsun, belə təmiz olsun. Nə olur olsun, necə olur olsun, heç bir zaman ona qovuşa bilməzsən. Çünki insan sevəndə gözü kör olur, onu qoysam da. Yox. Bilsəm ki, deyir, ağlasam kör olar. Gözüm. Hə, kör olur. Yəni ağlasam, uyudarsan. Onu oxuyacam, açsın da. Yəni o dediniz ki, görürsünüz, Günay xanım da əyləşmişdi. O Günay xanım da, bax, çox istedadlı xanım. Bilirsiniz, bir şeydən şoka düşdüm ki, Günay xanım da mənim ilk şeirimə, ilk bəstəkarım mənim Günay Quliyevadır. O mənim ilk ana şeiri vardı, Anam mənim əzizim. O şeirimə mahnını bəstələyir və görürsünüz, sevgi adı olan mahnını anaya çevirdi. Ay, mütləqdir.
ana, yəni ilkdə ana getdi. Ana oxudu, Rəbbimə aid oxudu, yəni o bir neçə kanallarda da verildi. Görmüsünüz anaya ki, sonra artıq başladı sizdə sevgiyə. Onda da elə oldu. Birinci ana, sonra keçdi sevgi. Allah razı olsun ondan, o çox əziyyət çəkdi. Sonsuz. Ümumiyyətlə, mən əziyyət dediz deyilənliyəm. İtirmirəm heç vaxt mənim üçün əziyyət çəkən insanları. Biz elə bir insanlarıq ki, yaradıcı insanlarıq da. Biz yəni gərək ki, biz daha çox dəyərləndirməyə bacarırıq. Həyatda mənim dostlarım var, o qədər yaxşılıqlar edirlər, müğənnidat deyirlər də, yəni o qədər, necə deyim, belə çətin keçirirlər də. Onlar mənə deyirlər ki, sən necə bağışlayırsan, yəni bu zərbəni vuran insanları. Onlar misal üçün başqa cür, yəni onlar adi insanlar cəzalandırarlar, amma biz bağışlayıcı bir insanlar, biz bağışlamağı bacaran adamız. İnsan bağışlamağı bacarmalıdır. Mən bütün çəkdiyim əziyyətləri, bütün zərbələrimi ilk dəfə burada deyirəm, yəni həqiqətən. Hamısını anama görə, kim ki mənə qarşı, yəni nə, düzdür, bu məkanda elə insanlar yoxdur burada, amma içimdən gəldi demək istəyirəm ki, yəni elə bir zərbələr almışam ki bu sənət yolunda, sənət aləmində yox, Allahıma çox şükürlər olsun. Adi insanlardan müğənni deyil, müğənniliyini qəbul eləmir. Nə bilim, bəstəkar deyil, onu qəbul eləmir. Bilirsən, sənətçilərin qısqanclığını mən qəbul edirəm. Hamı deyirəm, bir-birinə paxıllı. Mən bunu qəbul edirəm. Sadəcə olaraq məndə paxıllıq anlamı yox, qübdə anlamı var. Yəni, mən qübdə eləyə bilərəm ki, İlahim, necə gözəl cəmlə yazır bu şeirləri. Əgər mən şair olsaydım, necə gözəl yazır. Sual verərdim, Cəmlə xan, necə yazdınız? Sənin ilhamın hardan gəldi? Hər kəsin bir ilhamı var, yəni yazması. Mən də gedib yazardım. Amma bizdə belə deyil, şair sevmir, bəstəkar sevmir. Yəni, qübdə də eləmirlər, nə bilim. Mən ayrı bir dünyadan elə bir gəlmiş şairəm və mən sizə yazıda gəlib dedim ki, siz, üzr istəyirəm, sonuncu kitab olacaqsınız. Çünki artıq elə bir zamanında gəldiniz ki, indi artıq mən istəyirəm, Nüsrət Kəsəmənli yazım, Bəxtiyar Vahabzadə yazım, Cabir Noruz yazım, Xəlil Rıza Türk yazım. Yəni, o qədər istifadə olundum ki, üzr istəyirəm, sizdən yəni, ola bilməz, sizə aid ola bilməz. Çünki sizin kitabınızın isminə baxın, Rəbbim bağışla məni. Yəni, bu sizə aid ola bilməz. Sizin gününüzdə onlardan danışmaq istəyirəm və bildiğim, bu çox sözü yox olan şairlər. Paxıllıqdan deyən, Arif, paxıllıq elə bir şeydir ki, hər bir insanın içində az da olsa olur, o zavist deyilən şey var da, ruslarda. Amma Arif, xoşbəxt bir insansan ki, sənə paxıllıq eləyirlər. Nəyə görə? Ona görə ki, deməli, sən istedadsan ki, sənə paxıllıq eləyirlər. Çünki paxıllıq elə bir insanlara eləmirlər ki, sənin istedadın onunkindən güclüdür. Ona görə o istedad paxıllıq eləyir ki, sən ondan qabağa gedərsən, sən daha çox sevilərsən. Bilirəm, amma... Bu da bir xoşbəxtlikdir sənin üçün, belə baxanda. Mən üçün valla bədbəxtlikdir, xoşbəxtlikdir. Yox, bir də haradasa... İndi görün nə deyirəm Cəmlə xanım, çox gözəl fikir bildirdiniz. İnsan çünki kimsə sənə paxıllıq edirsə, deməli sən irəliyə doğru gedirsən, sən zirvələrə qalxırsan, o insansı istəmir və sənin ayağından dartmaq üçün sənə paxıllıq edir və mən bəzi şeylər oxudum, bazı sözü kəsirəm. Mən də deyirəm ki, paxıllıq edən insanlar nə olardı ki, bugün yox, yəni, onlara mən hər zaman deyirəm, bugünkü Arif Səlimova yox, yəni biraz da yerim ayrı yerdə olmalıdır, yəni çox şükürlər olsun ki, yəni ola bilər ki, yəni mənim gördüyüm insanları, yəni sənətkarları heç kim görə bilməz, bunu biraz yekəfana çıxmasın. Demək istəyirəm ki, mən Şəfiq Axundovadan dərs almışam, mən Flora xanım Kərimov oxuyur, mən Gülyas Gülyana Məmmədova Maçılar oxuyur, xalq artisti Samir Cəfərov, Nasbər xanım Dostəliyeva, baxınız mən kimləri yəni, görürəm, Aləm Qasımov kimi bir insanın qəlbində yerim var. Yəni, bugün bir o qədər də məşhur olmaya bu şeylər var. Ona görə paxıllıqları istəyirəm, bilim o adamlar, onlara deyim ki, nə olar? Biraz da yəni mənə paxıllıq eləməyin. Bilsən, o zirvədə olsaydım, o paxıllıq eləsəydilər, qəbul edə bilərdim. Çünki oradan aşağı baxanda yenə orada olursan. İndi özümdə əziyyət çəkirəm. Biraz bunların əziyyətlərinə vallahi həqiqətən fikirləşirsən ki, zirvəyə qalxandan sonra görürsən bunların işi nə olacaq? Yox, onu da qəbul edə bilərəm.
Onu qəbul edə bilərəm. Çünki onlar, yenə deyirəm, onlar bilmirlər ki, yəni kimə paxıllıq edirlər. Bunlar elə bilirlər ki, doğru edirlər. Düzdür, mən biraz tez sarsılan adamam. Amma yəni bu şeylərə görə, bəlkə də bu sözümə görə üzr istəyirəm, çox insanlar biraz pis qəbul edəcək. Mən belə deyildim, yəni mən belə doğulmamışdım ki, elə saf oldum, təmiz oldum, sadə oldum deyə rağmen bir o zirvə ki var, ora çata bilmədim. Bunun heç bir günahkarı yoxdur. Burada bəzən günahkar axtarılır, yalanla atırıq onun üstünə, yox. Bu günahkar mən özüm oldum. Böyük, kiçik, sənət də kiçik olmur, sənət də böyük olur. Kiçik, yeni gələn səslərdir, yeni gələn nəfəslərdir. Onlar gəlib sənətkar. Mən Bülent Ersoy dinləyib, ona baxıb, onu seyr edən insan kimi, mən yenə deyirəm, Alim Qasımov kimi səsi dinləyəndən sonra Şəfiq Axundova kimi insanın yanında saatlarla oturan insan olduğum üçün hər zaman əsl insanların əllərini öpmüşəm. Hər zaman əllərini öpmüşəm. Bunlar da elə başa düşürlər ki, özümü onlara üzr istəyirəm. Onların kölgəsində tanınmaq istəmişəm. Bax, budur bunları narahat edən. Bilirsiniz niyə? Çünki mən Alim Qasımovla bir məclisdə, Allahın nəsib etdiyi bir məclisdə görmüşəm, duet oxumuşam. Mən Kamran Allah şahididir. Hər zaman demişəm ki, sil onu yerləşdirmə ora, deyərlər özünü göstərir. Belə kimi düşünmüşəm. Amma inanın indi oturub ağlayıram, deyirəm, ayda o kadrları tapsaydım, nə olardı ki, yalvarıram, deyirəm, onu geriyə qaytar. Nə qədər siz nə? Çünki özün özünə heç nə eləməsən, heç kimsən heç nə eləməsən. Mən görürəm ki, artıq mənim balaca varlığımı məhvələmək istəyirlər. Hərdən bezirəm, hərdən istəyirəm, atım bu sənəti. Nə bilmirəm, başım çıxır. Yox, elə bir iş tutmadığından, yəni ki, hal-hazırda sən tanınmış simalarla oturub durursan və heç də fikirləşmədən ki, paxıllıq eləyirlər və ona görə sən sənətini saxlayarsan, qətiyyən yox. Mən hal-hazırda sənə qızımız Zəhranı istəyirəm təqdim edim. Bu qızımız Bakı nömrəli musiqi məktəbində oxuyur, təhsil alır və o konkurslarda da çıxış edir. Özü də biraz istərdim öz haqqında bir kəlmə desin. Sənin bütün bəstələrdə maraq göstərir, oturur, qulaq asır, istəyir öyrənmək və hal-hazırda da deyir ki, mən istərdim ki, Arif müəllim mənim müəllimim olsun və mənə bəstəkarlığın sirlərini açsın. Buyur, tanış olarsan, indi. Gerçəklərəm səslərim. Mən təqdimatda da eşitdim. Allah haqqı bilirsiniz, biraz indi izləyənlər deyər, bu özü haradadır ki, bir də bir tələbəsi olsun. Mən nəyin necə olacağını, and olsun Allaha, necə olacağını duyuram. Mən bunu bilirəm, yəni. İnan ki, bu görüntülər yerləşdirilərdə, izləyicilər görəndə. Tərəfindən gələn. Vallahi, bax, inanmışsa bu cümlələrimi kəsin qırağa qoyun. Sonra, məsəl üçün, o xanımı öz cümlələrinizi qoyunda, görəcəksiniz, altda yazırlar ki, bunun özü nə bilir ki, bir də buna öyrətsin. Biz beləyik, yəni biz deyəndə hamıya aid eləmirəm. Səssiz müğənnilər, ağzı ilə üzr istəyirəm, fitə ilə mahnı yazanlar, telefona, piano ilə onu bilməyənlər. Onlara demək istəyirəm ki, Zəhra gəlir, özünüzü yığışdırın. Zəhra, neçən istəmirsən sən, dünyaya gəlmirsən. İşlər də mənim düşün kimi qabağadır. Özü bizim də bir oxşarlığımızı hiss etdim mən. Ruhunda da bir uşaqlıq, Allaha qurban olun. Əgər doğrudan da bu belə bir şey, mən çox sevinərəm ki, mən çünki Şəfiqə hamı tələbəsi olmuşam, bunu hamı bilir, mən istərdim ki, mən hələ özüm öyrənirəm, o ola bilmər. Amma mən Zəhriyə deyəcəm ki, o gərək ki, yəni məndən də öncə, çünki mən özüm hələ inanmışsız deyirəm, kaş ki Şəfiqə hamı yaşayaydı, daha çox şeylər öyrənərdim. Amma var bizim yaşayan əfsanəli bəstəkarlarımız. Yəni, Azərbaycan musiqisi çox zəngindir. Zəhra indi öz bu marağından istəyirəm danışsın. Ondan sonra mən ona öz fikrimi bildirim. Oxuduğu məktəbdən. Necə oldu sən musiqini seçdin? Neçənci ildə dünyaya gəlmişsən? 2000-ci ilin dekabrın 10-da Bakı şəhərində dünyaya gəlmişəm. Bilmə, mən də 23-cü ilin dekabrın. Tanışlarsan? Musiqiyə ki,
Mamamın əmsiliyle başladım musiqiyə həvəsim. Çünki bizdə bilmirdik ki, mən musiqi deyəcəm. Piano oradan görəndən sonra başladım, belə bilmirdim də. Bastım, belə elədim, xoşum gəldi. Sonra biri mənə piano aldı. Musiqiyə getməyə onu eləyirdim. Musiqi çalmırdım da, amma mənim ürəyimə xoş gəldi. Xoşladım piyanonu. Sonra biri mənə piano aldı. Sonra orta məktəbdə 5-ci sinifdə gələndən sonra buradan da imtahana keçdim. 2 dənə imtahan verdim, oldu. Bir də mənə həmin günü dedilər ki, keçdim də. Bir qalanlarına isə səhəri orada vərəqə atılacaq ki, kimlər keçdi də. Mən isə elə həmin gündən dedilər ki, mən imtahana keçdim. Sonra Kamran müəllim, musiqi müəllim oldu. Belə 3-cü sinifdən, 2-ci sinifdən başladım artıq musiqilər bəstələməyə. Bəli, 3 dənə musiqisi var bunun, bəstələyib. Allaha çox şükürlər olsun, nə yaxşı. O gözəl Allah bəli, 3 dənə musiqi bəstələyib, hətta müəllimlərdən eşidiblər, onu çox bəyəniblər, dəstəkləyiblər, deyiblər ki, halal olsun, alqışlayıblar onu. Bəzi mən o konsertlər bilirəm ki, bu konsertlərdə konkurslara hətta bunu dəvət ediblər və konkurslarda da gözəl alqışlanıb, müəllimləri tərəfindən çox sevilir. Nəinki bu musiqi məktəbində, oxuduğu məktəbdə də əlaçıdır. Biz oyuna fəxr eləyirik, necə deyərlər. Mən çox sevinirəm ki, bugünkü zamanımızda Azərbaycanımızda belə hələ də ömrünü musiqiyə, mən özüm də ömrümü 9 il musiqiyə həsr eləmişəm. Onu soruşmaq istəyirəm. 5 il 26 saylı orta musiqi məktəbinə getmişəm. Zəhrəyə sual verdin. 4 ildə 4 ildə artıq finallı adına musiqi qarmonla bitirmişəm. Yəni demək istəyirəm ki, əsl Allah mən içimdən gəldi deyə bilirəm. Özüm kimi duydum, biraz uşaqlığımı xatırladım. Arif, deməli, biz bildiyimizə görə qarmonla başlamışsan. İncəsənətə başladın qarmonda çalmağa. Yaxşı, indi bu qarmonda çalmaq həvəsi hardan gəldi? Yaxud da musiqiyə həvəs ümumiyyətlə, incəsənətə addımlamaq həvəsi neçə yaşından gəldi? Həyatın hansı yaş dövründən? Vallahi səmimi deyim, təmiz qəlbdən deyirəm. Zəhra nə danışdıq, hamısı da mən eynən onu yaşamışım. Zəhranın tarihi içində olan. Məndə görüntülər də var, yəni onu da inşallah verərəm başqa bir verilişimizdə görərəm. Nəsildə yoxdur da, yəni? Yox, mənim daim anamın çox gözəl səsi olub. Hər zaman bir mən kəlmə demişəm də ki, belə sənət insanları var ki, efir məkanında da, istər bəstəkar, istər şair, istər müğənni, istər rəssam, var doğuşdan onlar elə doğulurlar, yəni Allah var da gendən gəlir. Gendən gəlir, yəni var da, yox, o gendən gələn də, yəni Allahdan gələn bir şeydir də, yəni bu. Məsələn, mənim anamın gözəl səsi olub, atam rəhməti qoymayıb oxusun. Deməli, Allah onun arzusu ki qalıb, mənə gendən, yəni mənə ötürüb ki, mən davam edeyim. Baxın, mənim bacım musiqi nəzəriyyəsi müəllim idi. O ömrünü, mən konservatoriyaya getmədim. Amma o getdi, yəni, sona qədər getdi. Hal-hazırda ailə qurub, biraz musiqi yazıb. Mən ona deyirəm ki, sən xəyanət eləmişsən musiqiyə də, sən cəzalandırmaq lazımda. Niyə deyirəm, ömrümü musiqiyə həsr etdin. Amma bir ailə mütləqdir. Ailəyə görə və ailədə qəbul olunmayanda, bax, o musiqini ailəyə qurban verdi. İndi mənim bacım, hamı deyər, məhəlləndə düz elədi. Amma elə bir istedad idi ki o. Ona mən musiqini yazıram. Zəhra da inşallah notu bilir. Mən bir göz gəzdirdim, gördüm. Bu xoşbəxt olacaq. Bu bilirsiniz nə deməkdir. Bu artıq istəmədi. Şəfiq Axundova yoluna gedəcək. Elza İbrahimova, Cahangirov, Ramiz Meşli, Nalan Məmmədli, notu bilən bəstəkarlar kimi Zəhra gedəcək. Bu çox çətindir. Bu bizə nəsib oldu. Amma bizdən sonra gələcək yeni nəsillər ki var, onlar heç biri bunu
eləyə bilməyəcək. Bilirsiniz niyə? Çünki indiki gənclər ömürlərini oxumağa, məktəbə, savada həsr etmək istəmirlər. Hər şeyi rahat əldə etmək istəyirlər. Elə bir zamana gəldik çıxdıq ki, hamı müğayyin ola bilər. Hər kəs müğayyin ola bilir. Mən hara gedirəm, hərdən soruşuram. Siz də müğayyinsiniz? Deyir ki, hə, müğayyinimdir. Heç kim oxumağı öyrənmək istəmir. Mən də təmiz qəlbdən deyirəm. Allah onun bütün yolunu uğurlu eləsin. Bu sənət Şəfiqə xanımın sözüdür. Bu sənət çox ağır sənətdir. Bu sənətdə siz baxmayın o efirdə, onlar qalmaqal edirlər, şou, biznesdə. Vallahi mənim anlamımca ora çox asandır. Orada baş çıxartmaq olar. Çünki bu savad varsa, zəka varsa, bilgin varsa, heç kim sənə heç bir şey deyə bilməz. Ona görə də Zəhra biraz çətinliklər çəkəcək. Amma Allah onun arzusunu, istəyini, yəni həqiqətən də otursa, çiğn etsin. Əgər, indi çıxar biraz, əgər əziyyət çox onu qarşıda gözləyirsə, mən ona arzuluyuram, qoy olsun bu hələ gəncdir, bir xobbi kimi də ola bilər, bir böyük şeydir ki, sabahları məsəl üçün, bilirsiniz, Zəhra həyat yolunda 20-30 yaşında hansısa bir Allah etməsin, bir kədərlə, bir streslə, bir depreslə rastlaşanda Zəhra ölməyəcək, onu ona bəxş edən insan öləcək. Ona görə ki, Zəhra mənim kimi gəlib oturacaq, bir dənə də qoyacaq kitabı qabağına verə, yazacaq məsəl üçün ki, eşitsən bir ağac yanır, o mənəm, məsəl üçün və yaxud da məsəl üçün Samir Cəfərov oxuyur bu bəstəmi, saçlarında əllərimin izi qaldı, gözlərində gözlərimin əksi qaldı, səndən mənə iki gözüm bir saralan rəsmin qaldı, çıxıb getdin heç bilmədim, bəs niyə? Bunlar mənim bəstəm, və tartılışır onun sözlərində. Yəni demək istəyirəm ki, bizə heç bir kədər, bizə heç bir depres bir an təsir edə bilər. Çünki bizdə bu var, sizdə də bu qərəm var. Əslində hansı ona görə amma çətinliyi olacaqsa, qoy Allah mənim günahımdan keçsin, Zəhrada inciməsin. Allah ona qoy elə bir gözəl ailə nəsib etsin ki, o ömür, yəni, baxın nə deyirəm, o ömür yarı ailədə də ömür yarıda qalacaqsa, qoy mən həmişə özümə deyirəm, mənə vermə onu, sənətimin yüksəyin ver deyirəm, ya Rəbbim, həmişə dualar edirəm, biz Ramazan ayında görüşmüşük də, biz belə müqəddəs ayda, yəni demək istəyirəm ki, qoy Allah, nə bilim, özümə nə arzulayıram, mənim sənət uğurumu Allah təhliyyət bəxş eləsin, həyatımda olan çətinliklər yox, sənətimin uğurunu ona təmiz qəlbdən bəxş edir. Əslində, bu danışdıqların ki var, Arif, belə baxanda hər bir amala, hər bir arzuya çatmaq üçün mütləq əziyyət çəkməyə lazımdır həyatda. Çünki əziyyət çəkməsən, istədiyinə nail ola bilmirsən, onun bəhrəsini görə bilmirsən. Bəhrəsini görəndə də sənə o qədər ləzzət edir, o qədər deyirsən ki, bu mənim gördüyüm işin nəticəsidir. Mən axır istəydim, mən nail oldum. Mənə həqiqətən çox mesajlar gəlir ki, Cəmrə xanım, siz o qədər fəalsınız ki, yəni ki, həyatda istədiyiniz bütün arzulara yavaş-yavaş nail olursunuz. Deyirəm, ona görə ki, mən qarşımda məqsəd qoymuşam ki, mən yavaş-yavaş bütün bu istəklərimi, arzularıma çatacağam. Göydə görən Allah da görür ki, mən bunun yolunda əziyyət də çəkirəm, öz alın tərimlə, öz zəhmətimlə hər işimi görürəm. Mənə çox maraqlıdır. İndi mən oluram, aparıcı siz arsız qalaq. Buyurun olsun, nə var ki, əslində İlham, bir dəqiqə mən elə onu demək istəyirdim ki, sözümü kəsirəm, mən özüm də qonaq olmalıydım bugün, amma mənə heç vaxt qonaq çağırmırlar, həmişə mən aparıcı işini aparıram, dedim, nə olar bu dəfə mən qonaq olum, nə olar bu işi çox Arif görsün, qonaq mən olum Arif. Əslində mənə maraqlıdır, Xalıqova Cəmilə Vasif qızı. Bəli. Doğru mudur? Bəli. Şimdi, kitabınızın arxasında oxudum. Bəli. Yəni, bəs niyə sizdə indiyə qədər ilk kitab bu? Bəli, ilk kitab. Mənə bu maraqlıdır, amma bilməm sən olarsa yəni verək. Sizi kim qoymadı?
sizə kim aman vermək ki, yəni daha böyük şeylər eləyə bilərdiniz. Yəni artıq bu ilk yox, yəni bu ürəyin sahibi mən orada da düşündüm ki, görürsən onun da şeirlərini evdə çıranlar var, necə ki mən yazırdım. Mən o zaman hamı da orada gərəksiz dostlarım olub, nə bilim, saxta insanlar olub. Onlar mənim fikirlərimi, yazdıqlarımın hamısını cırırdılar, notları. Görəsən düşünürəm ki, görəsən Xalıqova, Cəmilə Vasif qızının cırılmış şeir vərəqləri oldu mu? Yoxsa elə yazan kimi bunu elə... Çünki çox uzun sürə, 76-cı ildə Bakı şəhərində anadan olmuşsunuz. Bəli. İndi mən 76-da. Ne zaman yazmışsınız? İndi cavab verim də mən Arif. Deməli, mən bu açıqlamanı bir dəfə artıq vermişəm Star Xəbərdə. Günay xanım Quliyeva ilə qonağı ilk Star Xəbərdə ilk dəfə mən özüm bu açıqlamanı verdim. Mən 10 yaşından başlamışdım yazmağa. Sonra saxladım, başladım 15 yaşında, sonra 25 yaşında. Yəni hər dəfə belə bir-iki dənə şeir yazırdım. Sonra yox, məndən şair olmaz. Sonra dedim ki, yox, şairlər tanınır. Bəli, 10 yaşımdan danışıram. Sonra dedim ki, tanınmaq istəmirəm, neysə çəkinirəm, qorxuram, neysə utanıram tanınmaqdan ki, dedi şairlər tanınırlar. Mənim müəlliməm Əzizə Cəfərzadənin gəlinidir, Vahidə müəllimə. O Əzizə xanıma mənim ilk şeirlərimi aparıb göstərmişdi. Bəli. Və Əzizə xanım baxıb şeirlərimə demişdi ki, bu qız yazsa gələcəyində tanınacaq. Gəldiniz ailə qurdunuz. Gəlin oradan danışın. Yox, ailə qurduz deyəndə ki, mən yazılarımı saxladım ki, tanınmaq, mənim üçün tanınmaq neysə, mən bundan qaçırdım elə bir. Sonra yuxular görürdüm, yazılar gətirib qoyurdular qarşıma və ondan elə bir ki, nəşriyyata təsadüfən mənim yolum düşdü. Hansı bir tanış bir insan, bir rəfiqəm nəşriyyatda işləyirdi və onunla birlikdə nəşriyyata daxil olduq. Yaşlı bir insanla tanış oldum orada. Redaktor. Və o redaktor mənə dedi ki, gözəl məqalələr yaza bilərsiniz siz. Bəlkə məqalələrdən başlayın. Mən də dedim, Adil müəllim çox gözəl insandır. O indi hal-hazırda özü biraz səhhəti ilə narahatdır. Amma o mənə çox gözəl bir sözlər dedi. Ondan sonra mən başladım yazmağa. Dedim ki, bilirsiniz, mən şeirlərdə yazırdım, amma istəmirdim də üzə çıxardım. Hal-hazırda da əlimdə var. Dedi, qızım, niyə görə belə eləyirsən? Dedim, nə bilim, utanıram, çəkinirəm, neysə. Dedi, nədən utanırsan, cənab? Bəlkə dedi, sənin cəmiyyətə gələcəyin nəsə bir xeyrin dəyəcək. Niyə görə sən o yazıları gizlədirsən? Dedim, mənim nə xeyrim dəyəcək cəmiyyətə? Yenə də razılığa gəlmədim ki, neyinirəm? Birdən bu bir kəlmə qayıtdı mənə, dedi ki, qızım, əgər sənə yazmaq gəlirsə, sən onu yazmalısan. Çünki bu Allah vergisidir. Sən əgər onu qəbul eləmirsənsə, deməli sən Allahından üz döndərirsən. Bu kəlməni mənə dedi, mənə tutdu elə bil ki, necə mən Allahımı istəyən bir şəxsəm, bir insanam, mən Allahın bəndəsiyəm. Necə ola bilər ki, mən Allahımı istəməyim? Və mənim beynimə gəldi ki, ona görə mən belə yuxular görürəm yəqin və bütün bunları tutaşdırdım bir-birinə, dedim, yox, yəqin mən yazmalıyam. Və başladım yazmağa, şeirlərimi qəzetlərdə verməyə, gördüm qəzetlər biri-birindən alır şeirlərimi, bəyənir. Nəysə, daha da həvəsləndim ki, sonda rəfiqələrim məni məcbur elədilər ki, kitab çıxartdı, kitab vacibdir. Dedim, yox hələ ki. Ondan sonra mən Facebook səhifəsində bir-iki dənə şeirimi yerləşdirdim. Orada mənə elə bil ki, Ətraf Niftəliyev, ona buradan salamlarımı deyirəm. O birinci mənim şeirlərimi bəyəndi və Günay xanımla o məni tanış elədi. Dedi, gözəl bir bəstəkardır, Cəmil Əzəm, onunla tanış ol, o sənin şeirlər vurğunudur, artıq onunla göstərmişəm. Mən də Günay xanımla tanış olduq. Dedi ki, Cəmilə xanım, mənə o qədər şairlər var ki, onlar verirlər şeirlərini ki, Günay xanım, bəstəliyində zəhmət olmasa. Eynən o sözləri sən mənə dedin, mənim şeirimi mahnı bəstələyəndən sonra. Yəni, bu sözlər yadımdadır mənim. Günay dedi ki, sənin şeirlərin isə Cəmilə elə bir özü-özünə mahnıya doğru gedir, lirika güclüdür. Ki, mənə də söz ki, bu xoş oldu və başladıq bununla biz işbirliyi yaratdıq. Amma mənim sualımdan yəni, statistik gözəldir, istəyirdim mənə mütləq tərəfində. Mən həmişə qınıyırlar, deyirlər ki, sən başlayırsan, aman vermirsən də, yəni
demək ki, mən bu ildə doğulmuşam, o ildə deyirəm, insanlar onun dəxli yoxdur, nədən danışırsansa, dinləyən insan artıq sən bilir ki, yəni sən haranı bitirmişsən, nə inəmişsən, çünki doğrudan da belədir. Mən sadəcə bilmək istəyirdim ki, bax bu il 76-cı ildə dünyaya gəlmişdə, yəni bu ildə dünyaya gələn, bugün də bizim qarşımızda bərabər oturmuşuq. Mən bunu özüm bütün şairlərə bu sualı verilməmişəm ki, yəni sizdə olubmu ki, yazdığınız sətirləri siz yox, özünüz çox cıra bilərsiniz, o başqa şey. Özümü cırmışam, başqası heç kəs cırmayıb. Sizə olmuyor belə ailədə təzyiq? Qətiyyən olmayıb, özümü cırmışam, yazmışam, bəyənməmişəm, cırmışam, sonra demişəm ki, istəmirəm kimsə görsün, yəqin yaxşı deyil, ya nəysə, yəni qaçmışam. İnamsızlıq. Bəli. Amma mənim şeirlərim var. Biləsiniz, yəni hələ mən hazır deyiləm. İndi cəmaət bir dənə şeir yazan kimi, təbii ki, onun haqqı da var. Çünki mən bayaq istəyirdim, deyim, bir də ora qayıdıram ki, Zəhra da, mən də, siz də. Kim necə istəyir elə duysun, anlasın, bu kəlmə çox ağır kəlmədir. Buna şəklə, şübhəylə yanaşmaq olmaz. Çünki həmən insanların özləri sonsuz qədər Tanrının qəzəbinə gələ bilərlər. Yəni ki, biz ana bətnində olanda Allah bizim qədərimizə, qismətimizə baxın nələr yazıb, amma ana bətnində olanda yazıb ki, nə eləsəz də xeyr yoxdur, qurban olum Allah. Sən olacaqsan bəstəkar, sən olacaqsan şair, sən də olacaqsan Bax, bunu mən belə dərk edirəm. Niyə bilsən, bir iş bacara bilmirəm də, Allaha and olsun, hərdən bezəndə istəyirəm də, məsəl üçün, hamı var da, indi mən uşaqlara deyirəm həmişə, deyirəm, baxıram dostlarıma, deyirəm ki, mən nə uşaqlığımı uşaq kimi yaşadım, nə gəncliyimi gənc kimi yaşadım, nə də ki, yəni, elə doğulandan Allaha qurban olun, bununla da barışıram. 10 yaşım olanda 20 yaş düşüncəsini düşünürdüm. Ata deyiləm, amma çox insanlara atalıq duyğusunu, ona biraz, kəlməyə biraz başqa cür baxala, bəxş etmişəm də, yəni, çox, ömrümü yəni çox xərcləmişəm. Bu da belə qismətdir, yəni ki, indi ola bilər ki, bizim, ola bilməzək ki, Cəmilə xanım əgər Sınmış Qəhvlər poemasını yazırsa, Allah bunun sonunu daha da arzu ki var, ona çatmayasın. Mütləq olacaq. Oxumuşsan deməli, qoy 50-də olsun, qoy 60-da olsun, qoy 70-də olsun, olacaqsa olacaq, vəssalam. Bu mənim öz fikrimdir. Ona görə də siz ana vətində olarkən onu yəni yazılıb sizə. Ona bir təklif də gəldi, serial çəkmək. Amma indi, 20 dəqiqə. Amma mən bilmək istəyirəm də ki, bu ilham, bu şeirlər, indi izləyicilər eşidəcəklər, Allah nəsib eləsin, onu oxuya bilir. Həqiqətən çox sətirlər var ki, mən onlara mahnı yazanda musiqi başqa şeydir. Siz bilmirəm necə olur, yazanda necə olur, duyğuları bilmirəm. Şairlər necə olur, bəstəkar necə olur, müğənni necə olur. Bəlkə də eynən olur. Necə, mən bilmirəm, mən sənin beyninə lapdan gəlir, bəstəkarın beyninə necə lapdan gəlir çalmaq, şairin də beyninə hansısa bir fikirlər, ideyalar lapdan gəlir. Çünki mən fikirlərlə yaşayan bir insanam. Deyir bu xoş xatirələr. Mən bax, evimizə girəndə hansısa xoş anları yaşadım. Axı mən burada böyüyüb boya başa çatmışam. Mən istərdim bilən, sənin həyatında uşaqlıq illərində nəzərdə tuturam, xoş anlar olur da hər kəsin həyatında. Bir neçə dənə o anlardan zəhmət olmasa deyərdim də. Yəni, mənim bir rayal olan yer var, dedim, qoy orada olsun. İnanın, hər zaman alınan məkan, necə alınmadı bunu. Və bugün durmuşam, deyirəm, ay Allah, görürsən, harada eləyəcəyik biz və mən necə olacaq, mən biraz şey adamım da, belə, ay Allah, orada kim olacaq, burada bu olacaq, belə xarakterlərim var. Yenə də, yəni, dediniz ki, biz görüşürük bu yerdə və biz görüşdüyümüz yerdən, çəkilişi gəldiyimiz yeri qədər, mən maraqlananda, baxın, görürsünüz, harada biz əyləşmişik də. Ata ocağında, mənim ata ocağımda, bəli. Atanız, babanız da olub yəqin ki. Bəli, özü də mən hələ heç kəsi burada, yəni bir ilk çəkilişimdir ki, mən ata evində edirəm, ilk qonağım burada sənsən. Gör, mən sənin xətrini nə qədər istəyirəm. Allah sizi var etsin. Çünki bu birisiz mənim üçün də bir Allahdan gələn xoşbəxtlikdir ki,
yani elə bir yerdir ki, demək burada hər şey görürsünə gözəl gedir. Düzdür, biraz gecikdi, amma çox gözəl keçir. Ona görə də mənim də xatirimdə bilirsiniz hara qalıb. Sözsüz ki, sən də yox deyə bilərdin, düzdür? Yəni ki, sən də gəlməyə bilərdin. Amma yəni sən də qəbul elədin dəvətimi. Mənim üçün böyük şərəfdir. Sizin bu Bakı News TV-niz diqqətinə görə, ümumiyyətlə hər yerə, bir sənətçi gələk hər yerə geçsin. O bəzi sənətçilər var, ay yox, mən bu sayta getmirəm, o nə TV-dir, o nə bilim nədir, o ancaq göstərilməlidir, elə deyil. Bilirsiniz ki, mənim elə özümün də internet portalları bu dəqiqə maşallah dağıdır hər şeyi. Yəni ki, bu qismət və qədərdir. Əgər məni, bizim bugünkü günümüzü 5 dənə insan, 10 dənə insan izləyib, həqiqətən zövq alacaqsa, siz inanın ki, milyon baxışdan bu dəyərlidir. Yəni, bu arada onu da deyim ki, inşallah çox güman ki, bu elə sizin bu verişiniz o saytınızda gedən kimi Kamran, mən bu başımın bəlası, PR menecərimiz Kamran, mən artıq elə bilirəm, o həm sizindir, həm mənimdir. Mən onu özüm təklif eləmişəm ki, çalış, çox istedadlıdır həqiqətən də. Çox özü möcüzəlidir. İlk dəfə ki, tədbirə də yatıb qalmışdım, gəldi evdən götürdüm. Öz üzərində işləsə o çox şeylər edə bilər. Bugünkü gündə də telefonum dayanmadı. Yəni ki, doğrudan da çox istəyir, yəni ki, ola bilər o da Arif. Modern radioda da çalışır, düzdür ki, Kamran? Musiqisinə, nə bilim, musiqimə, ola bilər, bilmirəm nədirsə, valla ürəkdən yanaşır. Mənim üçün çox təmənnasız çalışır. Baxmayaraq ki, biz gəncdir, amma mən onu dəyərləndirirəm, kiçik də olsa, amma mənim üçün hal-hazırda çox təmənnasız çalışır və inan ki, birinci, Bakı Üniversitə gedən kimi bir də görəcək ki, o mənim üçün bir official açıb, Arif Səlimov Facebook'da official açıb, bir ayrıca bir səhifə. Yəni orada o, maşallah, bir gün paylaşan kimi neçə insan baxır. Mənim üçün də bu xatirələr, bugünkü günə görə təşəkkür edirəm sizin saytınızın, TV-nizin Bakı təzə TV deməkdir də bu mənada. Bəli, Bakı News TV. Yeni, Bakı Yeni TV belə gedilir. Demək istəyirəm ki, çox sağ olun deyiləm onlara, bütün orada çalışan insanlara, İlham müəllim, valla ürək genişdir. Başda olmalı, bəli, çox gözəl insan özü də. Ürək genişdir. Bugün burada sənət eşqi ilə alışan, yanan insanlar əyləşiblər. Bugün burada əyləşmişiksə, hamımız niyyətimiz təmənnasız olan insanları. Nə mən elə şairə deyil ki, Cəmilə xanım ki, o şairənin misal üçün, o mənə maddi kömək edib, mən onun tərifliyim. Belə deyil, yəni. Bunu Allah və biz bilirik. Ona görə də hər şey təmənnası, dostluq xatirinə olan. Allah sizi var etsin. Arif, bir dənə də sual verəcəyəm, dostluğa aid. Bax, dostlar dedim, düzdür. Hər kəsin, bax, hərənin bir cürə fikri var da. Biri deyir ki, minlərlə dostum olsun. Biri isə deyir ki, 3-4 dənə dostum olsun. Oy, mənim dostum yox. O mənə bəsdir. Mənim dostum yox. Əsas 3 dənə olsun, etibarlı olsun, düzdür. Onu nəzərdə tutursun. Yox, mənim dostum. Mən bu anlamı qəti qəbul eləməmişəm. Heç bir zaman məni tanıyanlar biliblər. Tanıyanlar bilirlər. Dost mənim üçün, yenə də deyirəm də, dost mənim üçün anam deməkdir. Dost mənim üçün anam deməkdir. Dürüstdür, o, orta, bu dədə babadan var da, hələ bir cür onu deyə bilər. Təmiz, sadiq, dörtçil bir insanda olmalıdır. Yəni, biz illərlə bərabər olmalıyıq. Elə bugün burada bir stəkan çay içdim. Hələ əlaq mənim dostum deyir. İllərlə mən analarını tanımalıyam. Siz mənim anamı tanımalısınız. Biz gediş-gəlişimiz olmalıdır. Bir xoş günümdə, bir ağır günümdə görməliyəm yıxılanda başımın üstündə. Ay Allah! Bu, indi baxıb görürük ki, başımızın üstündə yazılar dayanır, amma o qədər can qoydular. Yaxşı günə hamı gəlir, amma pis günə mən bir ayrı çəkərsən belə. Ürəyimi boşaldaram. İnşallah, inşallah. Gedirik, toxumuzu kəsirik. Gəlsinlər onlar. Olar? Gəlsinlər. Gəlsinlər. Cənab, bu sizindir. Bu mənim bacımın oğludur. Gəl. Səninlə bir yerdə işləyir həm də dediyimiz kimi Səbən xanım. Bu mənim oğlumdur. Mənə də tanıyırsan. Təqdimatda sənin üçün mikrofon tutan. Bu da Zəhranın anasıdır, bizim tortumuzu kəsəcək. İndi biz deyim ki, öncə
Çok sağ olun. Biz de bu indi hal-hazırda bu evdə kanalımız yaşayır da, yani bu ocaqda siz yaşayırsınız. Allah can sağlığı versin. Çok güzeldi yani həqiqətən. Ne demek istedim? Demek istedim ki, vallahi içimden geldi dedim. Dekabrda inşallah bir tane deleyelim. Bugün bizim bu konağım verişler nedir? Qonağım var. Konağım var. Konağım var verişinin elə bilək ki, karşıdan da sizin televizyanınızın Bəli. Sentyabrın 20'si Baku News TV'nin 2 yaşı tamam olur ve inşallah Allah bize nasip etsin. Ama biz Kabarca'dan onları tortu, bayrağı tortu olarak koyar Kabarca'dan da sığortalayalım özümüzü. Belki tortalanmıyor. Kesirik. Biz kesirik hem onun eşkine hem de benim bir de karakterim var. Hamı baxan Allah hakkı bilirler. Okuduğum yerde bir misal ad günü değil. İsterim onu güzelleşsin de. Yine bir iki dəhran bugün ad günüdür. Yani ben Hoş gəlmişsən. Həqiqətən qonağım var verilişi deyəndə bu hamısı səmimi alır. Çünki öz evimizdə biz qonağımızı belə baxanda aparıcılar heç kəs öz evində eləmir axı qonağını dəyərləndirir. Bu bir yandan hardasa daha da mükəmməl, daha da gözəl çıxdı ki, öz evimizdə biz qonağımızı qarşılamışıq. Öz evimizdə qonağımızla oturmuşuq, söhbət aparmışıq. İndi tortumuzu başlayaq kesməyə. Çox sağ ol. Mən də qonaq gəlmişəm, Arif necə deyərlər. El çalı. İnşallah mənə Allah nəsib etsin. İçimdən gəldi. Bir şeir siz yazın. Qonağım var haqqında. Mən də bir musiqi yazdım. Soundtrack olsun. Bugün bizim evimizdə qonaq var. Yazan onu geçen ve bu verişin üstünde həmişə bakıyorsun. Olsun o da soundtrack'i var. Güzel. Bunlara maşallah. Necəsiniz? Belki o verişi bir yerden paradır. Sağ olun. Maşallah. Allah bunları korusun nəzərdən. Görürsünüz ne güzel. Koy ömrümüz, koy bütün insanların ömrü həmişə şirin olsun. Güzel anlar keçirsinler. Keder bizden arada gelsin geçsin ama o da lazım. Olsun da. El çalın kim yapacak? Kim güclü el çalsa tortuna verilecek. Tortuna verilecek. Çok düşecek. Allah sizi kitap tutma. Ayaklarım olsun. Çok güzel bir aurası var. Güneşin doğmağı. Ben onu istedim göstereyim. Güneşin doğmağı kitabın üstünde. Ben onu o yadımdan çıktı diyeyim. Yani bunu kim düşünürse Allah onu durdukça var eylesin. Onun o ürəyini, onun o ne bileyim. Hatta belə internet səhifəsindən götürmüş olsa belə, yəni mən həmişə deyirəm də, bu başqa bir aləmdir. Güneşin doğmağını çox insanlar seyr edə bilmirlər. Amma mən buradan deyirəm ki, mən tez-tez otururam səhərə qədər, yuxuma haram qatıram, görün güneş necə doğur. Buradan bu dəqiqəni seyr elə, insan bu dəqiqəni seyr eləməlidir. Güneş buradan qürub edir, bu isə burada dua edir. Yəni ki, namaza hazırlaşır, Allaha dua edir. Bu hər dəfə sübh namazı başlayanda, güneş necə başlayır çıxmağa, insan da namazdan sonra başlayır dualar namazdan qabağında. İndi ne yedik? Gedib yoxumağa. Yeyirik, ondan sonra gedirik yoxumağa. Hamdolsun. Buyurun. Kutular için esas var. Biz yemesek. Gel. Geleceğin bestekarı. İnşallah Allah nasip etsin. Gel. Bunların toz şirinler. Bunların en yıkıldaş. Все.